Hər kəsə salam millət. Deməli, bildiyimiz kimi buraxılış imtahanını vermişik və blok imtahanına 2 ay kimi bir müddət qalıb və bu 2 ay düzgün dəyərləndirmək lazımdır. Ona görə də düzgün mənbələrdən testlər işləmək lazımdır ki, imtahanda bizi çaşdırmasın. Məhz belə mənbələrdən biri də demin 20 sınaq ştablarındandır. Mən bunu həm şagirdlərimə çox sevərək öyrədirəm, həmçinin də MİQA hazırlaşan müəllimlər üçün də məncə ideal belə deyim mənbələrdən biridir. Məhz buna görə də bu gün vaxt itirmədən sınaq 1-ə baxacağıq. Sınaq 1 məhz belə deyim fonetika ilə bağlıdır. Ona görə də fonetika testlərini işləyəcəyik. Birinci sual Venn diaqramıdır. Venn diaqramında bildiyimiz kimi ən əsas məsələ var. Məsələlərdən biri məsələlərdən biri fikrin düzgün olmasıdır. Yəni düzgün fikirdir. İkinci məsələ isə yerinin düzgün olmasıdır. İndi gəlin buna baxaq. Diaqnoz və fəxriyyə sözləri. Bu sözlərin hər biri bizdən düzgün tələffüz tələb eləyir. Diaqnoz sözü səhv yazdım bir dəqiqə. Deməli, diaqnoz belə tələffüz olunur. Fəxriyyə sözündə isə yığlardan biri düşəcək, olacaq fəxriyyə. Və bu aydın məsələdir ki, qoşa yığlarda fərqlənmə iki cür olur. Birincisi qoşa yığ yox, bir yığ kimi tələffüz olunacaq. Bu iyad və iya şəkilçilərinin tərkibində mümkündür. Bir də var qoşa yığ olduğu kimi qalır. Bu isə söz kökündə olacaq. Söz kökündə. Bir dənə istisna sözümüz niyyət sözüdür. Niyyət sözü necə yazılırsa elə də deyilir. Yəni yığdan heç bir düşmə baş vermir. Deməli fəxriyyə sözü də bu məhz birinci qrup sözlərə aid idi ki, yığının biri düşmüşdür. İndi gəlin baxaq. Deyir, ikinci hecada ancaq saitdən ibarətdir. Bunu biz hecaya ayıranda görürük ki, diaqnoz. Bu belə tələffüz olunur. Yəni belə hecalara bölünür. Yəni ikinci hecada həm sait var, həm samit var. Birdə də deyir ki, ikinci heca ancaq saitdən ibarətdir. Bu bir səhvdir. A-nı vururuq, C-ni vururuq, D-ni vururuq. Səslərin sayı hərflərin sayından çoxdur. Bu aydın məsələdir. Çünki burada y əlavə olunub, 2-ni götürməliyik. Onsuz da B ilə E-yə baxsaq görərik ki, 2, 3 var burada. Yenə də 3-ə baxaq. Deyir, tərkibində X samitinin cingiltili qarşılığı var. Cingiltili qarşılığı y-dır. Y da həm bu sözdə var, həm də bu sözdə var. Deməli, bu ortaqdır, 3-ü götürməliyik. Səslərin sayı hərflərin sayına bərabərdir. Birincidə səs artımı var, ikincidə səs düşümü var. Yəni bərabər heç birində olmayacaq. 4-ü vurmalıyıq. E getdi. Ahənc qanuna tabedir. Bu da aydın məsələdir ki, ə də incədir, i də incədir. Cavabımız olur B variantı. Keçdik 2-yə. Deyir, sətirdən sətrə keçməyən sözləri müəyyən eləyin. Sətirdən sətrə keçmirsə, deməli tərkibində mütləq bir saitdən ibarət hecamız var. Məsələn, əziz sözü keçmir, amma maraq sözü keçir. Tələ sözü keçir, rəssam sözü keçir, ulduz sözü keçir. E-dir də cavab. Bunlar bölünəndə belə olur. Uzaq, əmi, işıq. Bunlar bölünür, cavab olur E. 3-də deyir ki, Q hərfinin düzgün tələffüzü. Gəlin bu sözlərin bir-bir tələffüzünə yazaq. A sözündə, A-da bitkindir, bit, cin olur, Ç, C-yə keçir. B variantında iştirak ilə olduğu kimi qalır. Bu təbric, iştirak sözlərinin tələffüzü fərqlənmirdi. Türk, təbric, iştirak və s. Bakteriya sözündə Ç, K iştirik olur. Yəni bu da fərq hesab olunmur. Bakteriya. D-də ötücəm olacaq, Ç, C-yə keçir, ötücəm. E variantında olur tamahkar, tamahkar. C variantı, yox daha doğrusu F variantına baxaq. Bu olur tank. Çiçək də aydın məsələdir ki, xışdırıq olacaq da bu topluda da tez-tez qabağımıza çıxır deyənə bu aydın məsələdir. İndi gəlin 1, 2, 3, 4-ü düzənləyək. Bitkin sözündə Ç, C-yə keçir, 3-ə gedir A. B-də olduğu kimi qalır, yəni Ç olduğu kimi qalır, 1-ə gedir B. Bakteriyada bu K kimi tələffüz olunur, yəni Ç iştirik, C gedir 4-ə. Ardınca ötücəm sözü də həmçinin C kimi tələffüz olunur, o da gedir 3-ə. Tamahkar Ç-dır, 1-ə gedəcək, 1-ə gedir E. Onsuz da cavabımız çıxdı A-dır. 1-ə B-yə, 2-yə A, daha doğrusu 2-yə C, 3-ə A, D, 4-ə də gedəcək C və E variantı, cavab olur A. 4. Deyir, uyğunluğu müəyyən eləyin. Yazılışı doğrudur. Xülasə belə yazılır. Klassik 2-sı ilə yazılır. 2-ni vururuq. 2-ni vururuq deyənə E getdi, C getdi. Mexanika düzgündür. 3-ü götürürük. Sırağa gündə I olmamalıdır. Sırağa gündür. 7-ni vururuq. D də getdi. Kibernetika yox, kibernetika. Burada E olacaq. Yazılışı yanlışdır deyir deyənə 4-ü götürürük. Komanda düz yazılıb. 5-i vururuq. A-da getdi. Marşrut sözü belə yazılır. Bizə yanlış lazımdır. Tüstü sözü T ilə yazılır. Cavab olacaq 1, 3, 4 və 8. Cavab olur B variantı. 5-də deyir ki, saitlərin növünə əsasən uyğunluğu müəyyən edin. A, I, O, U olacaq. Yəni burada qalın saitlər istəyir. 2-də qapalı saitlər istəyir. I, I, U, Ü. 3-də isə açıq saitlər istəyir. Ona görə də burada olacaq O. Deməli 1-ə gedir B, 2-yə gedir I, I olanda. Deməli 2-yə gedir C, 3-ə də gedir D. 1B, 2C, 3D cavab olur C.
Bir hansında y samiti düzgün istifadə edilmişdir. Yəni hamısında düzgün olmalıdır. Burada tərbiyə sözü gözümüzə çarpır. Bu tərbiyə bir y ilə yazılır. Ciddiyyət, ədliyyə, anarxiya bu düzgündür. Mərsiyyət, diviziya, xasiyyət 2 y ilə c-ni çıxırıq. Xüsusiyyət 2 y ilə d-ni çıxırıq. Təhkiyə 1 y ilə e-ni çıxırıq. Cavab olur B. 7. Hansı sözdə ahəng qanunu pozulmuşdur? Üslubda pozulub, kontekstdə pozulub, rəssamda pozulub. Cavab A-dır. Bu açıq, asan sualdır. Yəni bu tip sual düşməsi heç. Vətənpərvərlik. Deməli, vətənpərvərlik. Bu belə tələffüz olunur. 5 hecadan ibarətdir. 1, 2, 3, 4, 5. Bir düzdür. Bizə yanlış fikir lazımdır. A-nı vurduq, D-ni vurduq. 2-də dil yazılışı ilə deliş arasında bir fərqli məqam var. 2 fərqli məqam var. Baxın, bu səhvdir üçün götürməliyik edəcəkdir. 6 cingiltili 3 kar var. Deməli, v, n, r, v, r. 6 dənə cingiltili var. T, p, xışdırıq. Bu 3 də düzgün fikirdir. Heç 3 yoxuymuş onsuz da. 2 ilə 4 100%dir. 4-ə baxmağa gərək yoxdur. 5 ilə 6. Ahəng qanununa tabe deyil. Ahəng qanununa tabedir. Yanlış fikirdir deyənə 5-i də götürürük. Cavab olur 2, 4, 5, C variantı. 9 hansı bənddə bütün sözlər hecalara düzgün ayrılmamışdır? Melodram, İstanbul, Gənclik hamısı düzgün ayrılıb. Məktəbli, Azərbaycan. Məktəbli düz ayrılıb da. B-ni çıxırıq. Qalxanvari, x tullanmalı idi 2-ci hecaya. Zəhmətkeş m da keçməli idi 2-ci hecaya. Kiloqram burada da q keçməli idi 3-cü hecaya. Cavabımız olur C variantı. Keçdik ona. Yazılışı, tələffüzü fərqli olmayan sözlərdir. Təxribat, piyalə, qasırğa. Bunların heç bir fərqli deyil. Burada konferansda o aya keçir. Övladdı t-ya keçir. Şabalıt d-t-ya keçir. Limonlu l-dan y-ya keçir. Ay, bunu da çıxırıq. Cavab olur elə A variantı. Deyir, hansı sözlər yalnız cingiltili samitlər və qalın saitlərdən. Heç burada cingiltiliyə baxmayaq, ancaq qalına baxaq, variantlarımızı çıxaq. Ölümcüldə hamısı incədir, senatda E incədir, sevincdə E, ikisi də incədir, dövlətdə də hamısı incədir. Cavab olur E. Nazlıda hamısı qalındır, jurnalda hamısı qalındır, nağılda hamısı qalındır, onlaynda da həmçinin cavab olur E variantı. 12 deyir, hansı sözdə kar qarşılığı olmayan samitlər daha çoxdur. Burada alatorandan deyə tələffüz olunur. 1, 2, 3, 4, 5. Burada 5 cingiltili var. Bərabər yanlıda 1, 2, 3, 4. Burada 4 dənədir. Səbirsizliklə l-dıya keçir, yəni l gedir. Burada l-nıya keçir. Yenə də son ordu. Axırda n var, yenə də son ordu. Burada da r var idi həmçinin. Burada 3 dənədir. Səbirsizliklə. Bəli. Əhəmiyyətli sözündə m, l-dıya keçir. Burada bir dənədir. Qaranlıqdan l-nıya keçdi. Bir dənə də n burada var. Bu da 2 dənədir. Cavab olur A, 5 dənə ən çox ordadır. 13 deyir, uyğunluğu müəyyən eləyin. Yazıldığı kimi tələffüz olun. Və yenə gəlin bunların bir tələffüzünü yazaq. A-da deyir monolit. B olduğu kimi qalır. Yəni 1-ə gedir B-dən. Heç onu yazmağa ehtiyac yoxdur. Genderdə həmçinin olduğu kimi qalırdı. D-yə həmçinin 1-ə gedir həmçinin D. Monolit. Burada o aya keçir deyənə saitlə bağlıdır fərqlənmə. A gedir 2-yə. Küskündə Ç-cüyə keçəcək. Bu da keçir C 3-ə gedir. Gender olduğu kimi qalır. Mənbədə də n-dan sonra m gələndə, bir də n-dan sonra b gələndə bu m-ya keçir. Yəni m-nı və yaxud da m b kimi tələffüz olunacaq. E də samitlə bağlı məqamdır deyənə, o da gedir 3-ə. Deməli cavab olacaq 1B-D, 2A, 3C. Cavab olur B. 14 deyir, hansı sözlər düzgün yazılıb? Üzürlü sözü aydın məsələdir ki, üzürlü belə yazılır, üzürlü. Ona görə A-nı çıxırıq. Rastlaşmaqda t olmalı idi, B-ni çıxırıq. Sehirbaz doğrudur, dostluq doğrudur, həcmli doğrudur. Sifariş burada düzdür, zəhmlidə düzdür. Xoşbəxtlik burada t olmalı idi. Həmçinin burada da t olmalı idi, neftçi. Ona görə D ilə E də getdi işinə, cavab oldu C. 15 deyir ki, o saytının tələffüzü ilə bağlı, doğru. Viktorina tələffüz olunur. Burada o kimi tələffüz olunur, səhvdir, biri çıxırıq. İnformativ deyir ki, üzr istəyirəm. İnformativdir, o da A-ya keçir. İri tonlajlı. Baxın, bu o olduğu kimi qalır. 3-ü götürməliyik. Dosent yox, dosent olur, dosent. O A-ya keçir. Götürürük. Vokalda da həmçinin vokal olur, altını da götürürük. Rapsodiya, o olduğu kimi qalır, 5-i çıxırıq. Cavab olur 3, 4 və 6 D variantı. Tələffüzü yanlış verilmişdir. 9-da k-qıdı düzdür. Əlbəttə də t-dıdı düzdür. Nəqqaş, baxın, ümumiyyətlə bu qoşalarda birincisi kar olaraq dəyişir, ikincisi cingiltili olaraq qalır. Yəni nə qaş yox, nə qaş olar. C-dir cavab. 17-də deyir, hansı sözlərə saitlə başlayan şəkil çarpdırdıqda q əvəzlənməsi baş verir. Bu sadə sualdır. Bunların hamısına A, Ə şəkilçisini artırın. Baxaq da. Bax, monoloqa, məntiqə, aşiqə dəyişmir heç nə. Cavab aldı. Bulağa dəyişdi. Toyuğa dəyişdi. Hüquqa dəyişmədi. Məntiqə dəyişmədi, amma uşağa dəyişdi. Üfüqə dəyişmir. Cavab olur A. 18 deyir, hansı sözdə ç samiti c kimi tələffüz olunur? Vəkalət, örnək, müşkül. Ç olduğu kimi qalır. Xışdırıq var. Çıxırıq. Mürəkkəb, çıcıdır, təşkilat, ay sağ ol, burada da cıdır, sürtücü, burada da cıdır. Cavab B-dir, qaymaq kimi sual. 19-da deyir, hansı söz birləşməsinin aslı tərəfində son samiti cingiltili tələffüz olunur? Bu sualda heç belə xüsusi baxmağa ehtiyac yoxdur. Hamısının əsas tərəfinə baxın, samitlə başlayır, samitlə başlayır, samit. Burada i var, saitlə başlayır. Deməli, bu gənc olduğu kimi qalacaq, cavab olur E. Sözlərlə bağlı düzgün fikir. Gəlin sözlərin tələffüzünü yazaq. Nəhəng.
Politolog. Politolog. Çeşitli. Səs, siz, dik. Çeşitli. Burada olur deməli bacoğlu, düşür. Bu üçüncü qrup sözlərimiz idi. Həmçinin burada da olacaq a ilə səs artımı baş verir. İki incə, bəli, dodaqlamayan sayt. Bir çar deyil. Baxın, burada ç da var, burada h da var. İki çardır. A-nı çıxırıq. Politolog, bir incə, qapalı, bəli, i-ni nəzərdə tutur. Üç qalın, açıq. O, bu da düzdür. İki cingiltili, politolog, bir, iki. İki cingiltili var, üç dənə də çar var da. Axırdakı k, p və t. Cavabımız B-dir, aydın məsələdir. Keçdik. Deyir şəkilçilərdə hansı bənddəki sözlər ardıcıllıqla artırılsa ahəng qanunu pozulmaz. Bu asandır. Yaşıllıq pozulmur. Bayraqdar pozulmur. Yoldaş pozulmur. Ordugah pozulmur. Cavab A. Uşaqlıq, xəzinə. Baxın, bu ahəng qanununa tabedir. Bunu artırıram, pozulur. B-ni çıxıram. Yaxşılıq, əməkdar. Tabedir. Darı artırıram, pozulur. Bacılıq, hesabdar. Burada onsuz da pozulub. Baxçılıq, evdar. Evdara görə evdə də pozulur. Cavab olur A. Tələffüz baxımından yanlış olan. Mühafizə düzdür. Sevincək düzdür. Saqqız yox. Baxın, bu da elə qı məsələsidir. Qı olacaq. Burada cavab olur ki. Hansı fikirlər klasteri tamamlaya bilər? Hərf və səs tərkibi sayıca eynidir. Gəlin bunun tələffüzünü yazaq. Burada olur deməli açıq, rəngli. 5 hecadan ibarətdir. 1, 2, 3, 4 hecadır. Bir səhvdir. Burada hərf və səs tərkibi eynidir. Yəni bizə düzgün fikirlər lazımdır. Bir yanlış fikirdə çıxıram. Tələffüzündə iki fərqli məqam var. Q xıya keçib 1, C çıya keçib 2. 2-ni götürməliyəm. Ahəng qanununa tabedir. A qalındır, Ə incədir, 3-ü çıxıram. Sözdə 3 qalın, 3 qalın. Deməli A qalındır, I qalındır, həmçinin I da qalın. Yox, A qalındır, I qalındır. 2 qalın var. Bu 4 səhvdir. Çar və cingiltili samitlərin sayı bərabərdir. Ç çardır, x çardır, ç çardır. 3 dənə çarımız var. Deməli r cingiltilidir, n cingiltilidir, l cingiltilidir. 3 dənə də cingiltimiz var. Bu da düzdür. Cavab olur 2 və 5. 24 deyir. Hansı cümlədə ahəng qanununa tabe olmayan bir söz var? Dalğavari. Burada bir dənədir. Saçlar gözəl görünür. Burada bir dənədir. Biri götürürəm. Keçmiş xatirələr pozulub, yenidən canlandı. Qanun heç birində pozulmayıb. 2-ni götürürəm. Saxtakarlıq etmək naqis bir hərəkətdir. İnsan. Burada 2 sözdür. 3-ü çıxıram. Hər bir nemət üçün şükür etmək lazımdır. Hamısına tabedir. 4-ü çıxıram. Yerin cazibə. Ay, sağ ol. Burada bir dənədir. Qüvvəsi nəticəsində cisimlər yer tərəfindən cəzb edilir. Deməli cavab olur 1, cavab olur 2 və 5. 1, 2, 5. 25-də deyir ki, cədvələ əsasən sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Gəl sözlərin tələffüzünü yazaq. Buradan yazırıq da nə edək? Pərişanlıq. Burada da olur inna aya keçir. Vasiya. 3 çar samit var. P, x, bir də ş. Bu düzdür. Ahəng qanunu pozulub. Bəli. Yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. R-nıya keçir, qı da x-ya keçir. Bu da düzdür. 3-ü də götürürük. İnnovasiya. Yazılışı və deyilişi arasında fərq yoxdur. Səhvdir. O aya keçir. 4-ü çıxırıq. Saytların hamısı dodaqlanmayandır. Bu düz olacaq. Çünki niyə? O'muz bir dənə dodaqlanan idi. O da çevrildi. Oldu A. 5-də götürürəm. Sözdəki n samitlərindən biri tələffüz olunmur. Qoşan n-lar necə yazılırsa elə də deyilir. Bu səhv fikirdir. Deməli cavab olur 1, 2, 3 və 5. Çar samitlə bitən sözləri müəyyən edin. Gəlmişdir də r düşür. Ümumiyyətlə saytla bitir bu söz. Rüsvayçılıq, ay sağ ol. Bunu götürəcəm çünki burada x var. Riqqətlə bir dənə n əlavə olunur, 3-ü çıxırıq. Rəngsazda z-dır çıxırıq. Sabitlik, xışdırıq var, 5 olacaq bir də cavab. 2, 5. 27. Sərfqamətli. Sərfqamətli. Sərfqamətli burada uzanmada var. Manipulyasiya necədirsə elədir. Bunu bir də yazmayım, ehtiyac yoxdur. Bir də qubarlanmaq. Qubarlanmaq. Bu cür tələffüz olunur. Yazılışı və tələffüz arasında 3 fərqli məqam var. Bir dənədir. Çıxırıq. Daha doğrusu saçdım. Demək yazılış deyiliş arasında bir fərqli məqam var. Sərfqamətli. Burada bir dənədir. Burada yoxdur. Qubarlanmaqda l, r-ya keçir. N, m-ya keçir. Q da x-ya keçir. Deməli A gedir 3-ə. İnci saytların sayı qalın saytların sayından çoxdur. 1, 2 dənə, 3 dənə incəmiz var. Bir dənə qalınımız var. B gedir 2-yə. B1-ə. Birinci sayt işlənib. Burada 3 dənədir. Burada 1, 2 dənədir. Burada da yoxdur ümumiyyətlə. C heç birinə getmir. Yazılış və tələffüz arasında heç bir fərq yoxdur. Aysaq bu gedəcək artıq 2-yə. D samiti cingiltilidir. Deməli tərkibində D olan bir dənə bu sözdür də. Qarşılığı da T-dır. Deməli deməli belə gedir 1 B, 2 D, 3-ə də gedir A. Bu situasiya tapşırıqlarını izah eləmirəm. Onların izahı üçün reels videosu paylaşacağam. Ona görə də burada bir də onunla vaxt itirməyək. Videomuz bura qədər idi. Məni Instagramdan da, YouTubedan da izləməyi unutmayın. Belə daha çox paylaşımlar gəlməyini istəyirsinizsə, rəy yazmağı və bəyənməyi də yaddan çıxartmayın. Sağ olun.